Değerli şagirdlər, abituriyentlər, izləyicilər, bu dərsimizdə Koroğlu dastanından danışacağıq. Əvvəlcə bir neçə qeyd etmək istəyirəm. Biz Koroğlunun 4 qolunu öyrənirik, Dədə Qorqudun isə 3 boyunu. Halbuki bu əsərlər qətiyyən bir-biri ilə müqayisəyə gələ bilməz. Bəlkə də Koroğlunun 6, Dədə Qorqudun 6 boyunu öyrənsək, Koroğlunun 1-2 qolu kifayət eləyər. Başlayaq, əvvəlcə mən Koroğlu dastanı haqqında öz subyektiv fikirlərimi söyləyeyim. Birincisi, Koroğlu dastanını xalqın sevə-sevə yaratmasına baxmayaraq, Koroğlu dastanındakı fikirlərin bir çoxu zərərli, ziyanlı fikirlər. Nə baxımdan zərərli, ziyanlı fikirlərdir? Koroğlu xalqın yuxarı təbəqəsinə qarşı vuruşan və yuxarı təbəqəni çıxdaş hesab edən bir dastandır. Bu dastanın bu qədər populyarlaşması bizdə Sovet hökumətinin varlılara, zənginlərə, yuxarı təbəqəyə qarşı düşmə münasibəti ilə bağlı olub. Elə bir sanki Koroğlu dastanı da bu dəyirmana su töküb. Yəni Sovet ideologiyasının dəyirmanına su töküb. Halbuki Koroğlu dastanına baxdıqda, onun baş qəhrəmanı Koroğluya baxdıqda, onun hərəkətlərində, davranışlarında cəmiyyət üçün zərərli çoxlu hərəkətlər var. Ümumiyyətlə, Koroğlu dastanında bəlkə də Koroğlunu ən yaxşı xarakterizə eləyən Nigarın dilindən verilən bu Cəlalidir. Bu Cəlalini lövhəyə yazmışam ki, hamının gözünün qarşısında olsun, bu Cəlali ilə bağlı xüsusilə danışacağım. Əvvəl bir neçə yenə qeydim edeyim, hələ ki Koroğlu dastanı ilə bağlı. Bilirik ki, Halı kişi Qırat və Düratın, onlar dayıçı olarkən sirrini Həsən xandan gizləyir, nəticədə gözünü itirməli olur. Məsələn, burada biz sanki dastan elə yazılıbdır ki, qol elə yazılıbdır ki, bizdə Həsən xana qarşı bir nifrət hissi formalaşır. Amma halbuki Halı kişinin davranışların Həsən xan tərəfdən baxdıqda çox eybəcər idi. Bütün məsuliyyətimlə deyirəm ki, eybəcər idi. Birincisi, Halı kişi Həsən xanın xidmətində olan, onun deyək ki, təsərrüfatında işləyən bir ilxıçıdır. Necə olur ki, bir ilxıçı Həsən xanın deyək ki, Həsən xan üçün xoşbəxtlik gətirəcəkmi deyim, yoxsa bir şans gətirəcək bir hadisəni Həsən xanla bölüşür. Tutaq ki, nəsə bölüşmədi. Amma gəlib Həsən Paşa ondan at istəyəndə, toxumluq at istəyəndə, yaxşı cins at istəyəndə necə olur ki, sən iki atın ikisini də Həsən xanın əlindən çıxardıb Həsən Paşaya gedib çıxmasını istəyirsən? Hətta bu o tərəfə dursun. Niyə sən əsl səbəb açıb demirsən? Niyə demirsən ki, bu atlar niyə gözəl atlardır? Yox, əgər belə düşünürsənsə ki, bu atların sirrini açıq desək, sonra onların qanatları olmayacaq. Zaten onda onu Həsən Paşaya verməyin nə mənası var? Həsən Paşa da zaten atların sirrini bilmirdi. Və burada Halı kişinin tuhaflığı, özünün iki gözünün çıxmasını, nəticədə Koroğlunun bir igid olub meydana çıxıb yuxarı təbəqəyə qan uddurmasına gətirib çıxarır. Və onun bütün dastan boyunda biz Koroğlunun hər hansısa bir, deyək ki, humanist addımını görmürük. Nə edir? Ancaq karvan çapıb talayır, kiminsə qüsuruna, nöqsanına görə öldürür, vurur, dağıdır. Belə bir obrazın, belə bir qəhrəman obrazının yaradılması və xalqa sevdirilməsinin mən qəti əleyhinəyəm. Bu ona bənzəyir ki, bugün cəmiyyətimizdə reketlər var, cəmiyyətimizdə qanuna, qaydaya tabi olmayan şəxslər var və biz onları qəhrəman elan edirik. Və onların qəhrəmanlıqları təkcə yuxarı təbəqəyə, deyək ki, belə düşünək ki, xalqa qarşı əzazil hökmləri olan, deyək ki, zalımlığı olan təbəqəyə qarşı yox, hamıya qarşıdır. Məsələn, Dəyirmanda Koroğlu, düzdür, orta məktəb dərsinin indiki variantında dəyirmançı ölmür. Amma biz oxuyanda dastanın əslində heyli olmur. Dəyirmançının başı pərə ilişib gedir. Su pərinə ilişib gedir. Dəyirmanın su pərində ilişib, ara yerdə dəyirmançı ölür. Belə olurmu? Və yaxud da həmin dəyirmanda Koroğlu basıb dəyirmana un ütməyə gələn adamın öküzünü kəsir, pişirir, yeyir. Belə Koroğlunun hansı əsərə baxsan və yaxud aşpaz deyək ki, Koroğlunu görəndə qışqırmaq istəyir, qatlayır, qazanın altına qoyub, bu da belə ölür, gedir. Yəni Koroğlu, belə deyək ki, bilmirəm, adam çobudu ifadə işlətmək istəmir, çapan, talayan quldur. Yəni bir sözdən quldur. Onun quldurluğunun, onun şəxsiyyətini xarakterizə edən orada bizim Xodkar qızı, Sultanın qızı Nigar xanım çox gözəl xarakterizə edir. Bu şeirə diqqət eləyək, Koroğlunun qiyməti, dəyəri bu şeirdədir. Deyir, əvvəldən binadan gözəl olmayan telin qədrini nə bilər? Çöldə gəzən boz sərçələr, gülün qədrini nə bilər? Burası deyək ki, bir obrazdır, ifadədir
Gəlin o sonraki bəndə baxaq. Deyir, çal qoşub çotan əkməyən, nanın süfrəyə tökməyən. Deməli, çörəyini süfrəyə tökməyən. Bəli, biz Koroğlu dastanında heç bir yerdə Koroğlunun kiməsə çörək verdiyini görmürük. Yəni, nanını süfrəyə tökdüyünü görmürük. Arının qəhrini çəkməyən balın qədrini nə bilər? Yəni, arının zəhmətini çəkməyən balın qədrini bilməz. Çünki Koroğlu həyatda nə əldə edirsə, zor gücünə, qol gücünə, deyək ki, nə bilim, qeyri-qanuni şəkildə əldə edir. Və baxalım burada son bəndə. Son bənd həqiqətən Koroğlunun əsl xarakterizə edən, Koroğluna qiymətini verən bənddir. Və bunu kim verir? Koroğlunun sultan qızı olan yoldaşı. Utan qoç Koroğlu, utan. Dağların damənini tutan. Burada dağların ətəyini tutan. Əsas məsələ burada da ölür. Son misal. Sənin kimi başa çatan elin qədrini nə bilir? Bəli, Koroğlu kimi başa çıxan adam elin obanın qədrini bilməz. Biz onu keçən əmzən qıratı qaçırması qolunda dəllərə münasibətində görürük. İndi Koroğlu dastanı ilə bağlı bizim orta məktəbdə bilməli olduğumuz bəzi məsələlər toxunmaq istəyirəm. Koroğlu dastanının zaten dili çox asandır, şirindir, qoy belə deyim. Xalq bu dastanı inanıram ki, sevə-sevə yaradıb. Çünki aşağı təbəqənin, kasıb təbəqənin, yoxsul təbəqənin həmişə yuxarıya qarşı içində bir qəzəb olub, hirs olub. Zaten Sovet hökumətdə bunu bizim xalqımızın beyninə çox ciddi şəkildə yeritdi, körüklədi. Xalqımız elə bir kompleksə saldı. Öz zənginini, öz dövlətlisini, öz yuxarı təbəqəsində olan adamlarını sevə bilmədi. Yəni, bugün xalqın elə bir kompleksi var və bu kompleksin fonunda da Koroğlu dastanı ona ləzzət edir. Ləzzət edir ki, bəli, bu paşanı, bu xanan məhv elədi. Getdi bəylərin, paşaların qızları kasıblardan ötürü, yəni Çənlibeldə qulduruq edən oğlanlardan ötürü Sino getdilər. Hamısı biri Bolu bəy qoydu, biri deyək kimsə qoyub məhz Koroğlunun dəllərinə ərə gəlməyə razı oldular. Razı oldular, yox, həvəs göstərdilər. Amma bizə indi buralar lazımdır, imtihanda düşəcək suallara cavab vermək lazımdır. Mən bir-iki məqama toxunmaq istəyirəm qollarla bağlı. Bilirik ki, biz 4 qolunu öyrənirik. Keçən əmzən qıratı qaçırması qolu, Düratın itməyi, Bolu bəy boyu, bir də Durna teli qollarını öyrənirik. Çaşdım, boyu ifadəsi işlətdim, qollarını öyrənirik. 2 qol, bunu xüsusi vurulamaq istəyirəm. Keçən əmzən qıratı qaçırması qolu ilə Koroğlu ilə Bolu bəy qolu eyni hadisə ilə bağlıdır. Yəni, hər ikisində Hasan Paşa Xodkarın təlimatı ilə Xodkardan aldığı səlahiyyətlərlə istəyir ki, Çənlibeldə Koroğlunu məhv eləsin. Və bu hadisə ilə bağlı 2 dənə qol yaranır. Biri Koroğlunun Həmzənin qıratı qaçırması qolu, biri Bolu və Koroğlu və Bolu bəy qolu. Burada ortaq cəhətlərə istəyirəm diqqət edəsiniz. Xüsusilə ortaq cəhətlikdə eyni hadisədən qaynaqlanmağını və Koroğluya qarşı duran cəbhədə eyni obrazların olması. Zaten bütün qollarda deyək ki, Koroğlu və dəlləri var. Amma bu 2 qolda Koroğluya qarşı duran qüvvələr var. Hasan Paşa, Bolu bəy, Mehdər Murduz, Qəzər, Alı. Bunlardan Qəzər, Alı və Bolu bəy və Koroğlu qolunda məhv olurlar, öldürülürlər. Amma Mehdər Murduz və Hasan Paşa sağ qalmış olur. Sonra bu epizoda istəyirəm nəzər yetirəsiniz. Deməli, Koroğlu ilə Bolu bəy qolunda bilirik ki, Koroğlu əsir gedir. Bolu bəy onun əlini qolunu bağlayıb, alladır. Koroğlunu əsir aparanda Xoca Əziz görür. İstəyirəm ki, bunu yadda Xoca Əziz kimi saxlayaq. Xoca Əziz gətirib Çənlibelə xəbər verir ki, bəs Koroğlu Ərzincana əsir getdi. Hər halda belə güman edirlər ki, Ərzincana gedibdi. Və bu Xoca Əziz obrazı bizdə Durna teli obrazında da var. Biz bilirik ki, Durna teli qolunda demək ki, Eyvaz Dəmirçioğlu və Bəlli Əhməd əsir düşəndə Xoca Əziz xəbər tutur və qıratı demək ki, Qarolçudan alır, keşikçidən alır və özünü Çənlibelə çatdırıb igidlərin ölməyinin qarşısını alır. Və burada Aşıq Cünun obrazına rast gəlir. Hər ikisi Bolu bəydə xəbər gətirir. Aşıq Cünun da gətirir, Xoca Əziz də gətirir. Aşıq Cünun isə başqa xəbər gətirir ki, bəs Hasan Paşa hazırlaşır. 3 tərəfdən özü Tokatdan, Qarsdan Ərəb Reyhan, Ərzincandan isə Bolu bəy hücum edəcəkdir. 3 tərəfdən Türklər demiş kuşatacaqlar. Ona görə də orada məşvərət olunur və Nigar xanım demək Koroğlunun dalından qoşun çəkməyin əleyhinə olur. Deyir ki, Çənlibeldə əldən vermiş olar.
Demək, ümumən dastan haqqında nə deyim? Məsələn, Həmzə obrazı ziddiyyətli obrazdır. Onun həm mərdanə hərəkətləri var, həm deyək ki, xoşa gəlməyən hərəkətləri var. Ümumiyyətlə, belə deyək, bu dastanda diqqəti cəlb edən məqamlardan biri odur ki, bu ədəbiyyatımızda çox önəmli faktordur. Yəni, kimsə ittiham eləməmək. Yəni, biz Həmzəni ittiham eləmirik. Hətta Bolu bəyi belə ittiham eləmirik. Məsələn, Koroğlu Bolu bəyin özü belə tərəfində ola bilir. Düzdür, Bolu bəy çox sonra xainlik eləyir. Amma xainlik eləyəndə də Bolu bəy özünə haqq qazandıra bilir. Yəni, bu baxımdan dastanda obrazların davranışları, hərəkətləri, bədiilik kifayət qədər gözəldir, bunu etiraf eləyək. Amma dediyim kimi ideologiyası Koroğlunun bir qəhrəman kimi təqdimatında belə düşünürəm ki, ciddi şəkildə qüsur var. Ciddi şəkildə qüsur var deyəndə, yəni xalqımızın kompleksinin ifadəsidir. Yəni bu kompleksin içindən biz çıxa bilməmişik. Bir dəfə də dərslərimizin birində demişdim, bir bayatımız var. Deyir, dəryaca ağlın olsa, yoxsul olsan gülərlər. Yəni dəryaca ağlı olan yoxsul olmaz. İnsan düzdür, bilikli olub yoxsul ola bilər. Yəni varlı olmaq istəməz filan. Amma özünü güldürəcək həddə yoxsul olub və ağıllı olmaq, bunlar bir yerə sığmaz. Bilmirəm, Avropa xalqlarının hansındasa belə bir atalar sözü var. Deyir ki, ağıllısansa pulun han. Yəni onlar belə düşünür ki, ağıl və pul bir-biri ilə düz mütənasibdir. Tərs mütənasib deyil. Bizdə isə adamlar ondan bir tərs mütənasiblik də yarada bilirlər ki, yoxsul olsan da, demək, ağlın olsa da yoxsul olsan gülərlər. Halbuki bunlar bir-birindən paradoksal hallardır. Bu dastan, bəli, deyək ki, hansısa komplekslərin təzahür formasıdır, amma yaradıcılıqdır. Xüsusilə bu bəndi ki, söylədim, yəni bu həqiqətən çox belə müdrik bir adamın dilindən çıxan, sanki Koroğlu dastanda Koroğlu bu qədər tərifləyəndən sonra Koroğluya əsl qiyməti, dəyəri verən bir bənddir. Bunu yaradan aşıq sözsüz ki, çox bir ustad, müdrik bir aşıq olmuşdur. Əslində qolları bir-bir təhlil eləmək istəmirəm, hadisələrin ardıcıllığını söyləmək istəmirəm. Düşünürəm ki, Koroğlunu öyrənmək, yadda saxlamaq asandır, yəni sujet xətti çox maraqlıdır, yadda qalandır. Biraz çətin məsələ hansı yerdə hansı şeirin söylənməsidir. Çünki dastanlarda nəzmlə nəsr növbəli şəkildə verilir və burada da çoxlu şeirlərə rast gəlir. Şeirlərin çoxu sözsüz ki, gəraylı olur. Sözsüz ki, deyəndə, yəni gerçək belədir. Amma qoşma və gəraylılar olur. Bir də varsağı deyilən bir anlayış var ki, 4-cü misrası təkrarlanan şeirə, bütün bəndlərdə 4-cü misrası təkrarlanan şeirə varsağı deyirik. Varsaqlardan da istifadə olunur. Düşünürəm ki, Koroğludakı şeirlər heza vəzindədir. Bunu mən bilməyən yoxdur. Düşünürəm ki, qollar haqqında bir-bir danışmağa ehtiyac yoxdur. Hər bir istəyir şagird, istəyir abituriyent, istəyir müəllim bu dastanı çox rahatcana öyrənib cavabını yaza bilər. Diqqətinizə görə təşəkkür edirəm. Əgər sizə bir faydam oldusa, mənə nə mutlu.